Bir çox tələbə dərslərə həyəcan qorxusu ilə qatılır. Ancaq əsl problem həyəcan deyil. Nitqin onurğa sütunu olan strukturdadır. Əllərim əsir, səsim titrəyir deyirsən. Ancaq gəlin səmimi olaq. Əgər sən danışdığın mövzuya hakim olsan, harda başlayıb, harda qutaracağını bilsən, o həyəcan sənə mane ola bilməz. Həyəcan düşüncə qarşılığının bədəndəki əks sədasıdır. Danışdığın mövzu ilə bağlı beynində strukturun yoxdursa, fikirlərin, sözlərin bir-birinə qarışırsa, bədənin təşvişə düşməsi təbii ki, normaldır. Strukturun varsa, mövzuya hakimsənsə, gələn o həyəcan sənin ən böyük enerjinə çevrilir. Artıq ondan qorxmursan, bu sənin üçün bir adrenalindir. Ondan zövq almağa başlayırsan və bütün məsuliyyəti öz çiyinlərinə götürüb çıxışını davam etdirirsən. Düzgün strukturu olan natiq heç vaxt kəkələməz. Biz nitq dərslərində həyəcanla mübarizə aparmırıq. Sarsılmaz nitq strukturu qurmağı öyrənirik. Strukturu yaz, dərslərdə görüşək.